Qardaşımız soruşur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ailəsi ilə necə davranardı? Onlara şiddət tətbiq edərdimi? Yoxsa mülayim olardı? Möhtərəm qardaşlar, həqiqətən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər bir şeydə bizlərə nümunə olduğu kimi bu məsələdə də ən gözəl nümunədir bizlər üçün. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, xeyrukum xiyarukum li əhlihi və ana xeyrukum li əhli. Sizin ən xeyirliniz əhlinə, ailəsinə qarşı xeyirli olandır. Və mən də sizin əhlinə, ailəsinə qarşı ən xeyirli olanam. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onlara ibrət idi, nümunə idi və Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla hər zaman rifqlə, mərhəmətlə, şəfqətlə davranardı, yumuşaq davranardı. Və onlar artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin yaşamından artıq öz dərslərini alardılar. Və möhtərəm qardaşlar, hər birimiz evdə nə qədər ki Allaha layiqincə ibadət edərsək, layiqincə Allahın haqlarını qoruyarsak, artıq ailəyə, övladlara, zövcəyə qarşı şiddətə tətbiq etməyə ehtiyac yoxdur. Və artıq onlar öz dərslərini ondan alırlar. Və görür ki, sən bu əməli edirsən, artıq çalışır ki, onlar da o əməli etsinlər. Və beləliklə artıq ibadət etməklə hər birisi öz yoluna düşür. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə ehtiyac deyildi ki, onlara şiddət tətbiq etsin. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ən gözəl şəkildə yaşayırdı İslam dinini və bizlərə nümunə idi və onun əhli də, zövcəsi də, övladları da ondan ən gözəl şeyləri götürürdülər. Və onun üçün ilk növbədə insanın etdiyi əməli onun dediyi sözdən daha təsirli olur. Əgər o evində öz heybətini qoruyarsa və ibadətlərini layiqincə edərsə, Allahın haqlarını qoruyarsa, artıq ailə də, övladlar da onun haqqını qoruyar. Və beləliklə şiddətə ehtiyac qalmaz inşallah. Təbii ki, insanıq, biz onlar kimi ola bilmərik. Sadəcə çalışmalıyıq ki, onların etdiyini həyatımızda tətbiq etməyə çalışaq. Onların etdiyi sünnəni biz də tətbiq edək. Və yenə də möhtərəm qardaşlar, ayət kəriməyə qayıtdıqda "Ər-ricalu qavvamun alən-nisai bima faddalallahu ba'dahum ala ba'din və bima anfaqu min amwalihim." Orada Allah Subhanahu wa Taala ayət kərimədə buyurur ki, kişilər qadınlardan qavvamun, güclüdürlər. Sadəcə o ayət kərimədə gəlir ki, onlara ehtiyac olduqda şiddətin yox, sadəcə gözəl şəkildə onlara izah eləmək. Ondan sonra əgər onu da etməsələr, yataqlarını ayırmaq, o da fayda verməsə, xəfif şəkildə onlara, çox xəfif şəkildə onlara vurmaq. Alimlər gətirirlər ki, misvakla vurmaq, hansı ki misvak xəfif bir şeydir. Xəfif şəkildə onlara, xəfif şəkildə vurmaq. Ancaq bu da təbii ki, son mərhələdir. Ancaq ən gözəli onlara gözəl tövsiyə vermək. Onlara özün ibrət olmalısan ki, onlar da onu gözəl şəkildə yaşasınlar dini və dinimizi gözəl şəkildə yaşadıqdan sonra, imanları güclü olduqdan sonra öz zövclərinə qarşı da gözəl davranırlar. Övladlar da həmçinin. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-mar'u alə dini xalilihi." Kişi dostunun dini üzərindədir. O nə edirsə, sən də onu edirsən. Sən nə edirsənsə, o da onu edər. Onun üçün onlara ən gözəl nümunəmiz özümüz etdiyimiz əməllərlə ola bilər. Allahu aləm. Allah hər birimizi müvəffəq etsin xeyir əməllərə.